Allah'ın salamı olsun bizi izleyen herkese. Hacıqabul rayonunda Aran çempionatı iştirakçısı Zülfü əmmimizin qapısında yox. Xeyir işə gələk hər zaman Zülfü əmmim. Çok sağ ol. Allah mal və mülkə bərəkət versin. İnşallah yarış iştirakçılarımızdan əmmimizdir inşallah. Gəl qonaq çağırıb çəkilişə gəlmişik inşallah. Heyvanları ilə də tanış olduq. Allah malına mülkünə bərəkət versin. Şirvandan Xəqani qardaşımız, Şirvandan Nəcəf əmmimizdir. Zülfü əmmimizin oğlu Bəxtiyar qardaşımızdır. Ramiz qardaşımızdır, Sarı qardaşımızdır. Qonaq olduq günləri. Ağsaqqalımızın, əmmimizin günləri qonaq olduq. Gəldik çəkilişimizi eləyək, həm sizlərə təqdim eləyək. Yarışda olan hər bir kəsə uğurlar arzulayıram. Allah hər bir kəsin malına, mülkünə bərəkət versin. Əmcə, qapınıza xeyir işə gələk inşallah. Allah sizə ömür versin, can sağlığı versin. Gələn ağız var olsun. Allah sizin kimi böyükləri biz cavanların üstündən əski eləməsin inşallah. Allah razı olsun. Var olasınız hər zaman. Buyurun siz də bir öz ürək sözünüzü, bu iştirakçılara elə necə deyirlər, bir ağsaqqal kimi bir ürək sözlərinizi deyin sizlər. Ne diyeyim, bu iştirak elədi ki, bu kuşdan asılıdır. Əlbəttə. Kuşdan asılıdır. O da Bir böyük kimi bilmədiyimizi bilmək istəyirəm səndən. Kuş da elədi ki, kuşa %100% arxayın olmaq olmaz. Aydın məsələdir. O kim desə ki, mən 500% arxayla atacam, 10 saat satacaq, o nağıldır. Söz yox. Yaxşı kuş, yaxşıdır, yetişdirmək lazımdır. Törədib çoxaltmaq lazımdır. Belə də indi yaxşı kuşbazlar Hacıqabul rayonunda çox olub. Elə kuşbazlar olub ki, vallahi nə bilim, kuşu zaps eləyib, elə kuşbazlar olub. Bizdə İslam dayı vardı, yaşlı adam idi, məndən azı bir 20 yaş böyük idi. Mən ona kuşbazlıq eləyirdim. Gözəl insan idi, gözəl kuşbazı idi. Laf belə, ondan o yana kuşbazı mən tanımırdım. Ondan sonra da Yusuf balamın, doktor balamın atası var Yusuf. Oyla da yoldaşlıq eləmişəm. Gözəl oğlandı, gözəl insandı, vallahi kuşbazdı. Oyla da kuşbazlıq eləmişik. Hacıqabulda kuşbaz çoxdur. Tatlıq var. Sonra Aydın var, Vahid əmi var. Onların da yaxşı kuşları var. Allah bərəkət. Allah köməyin olsun. Belə də, mən də ki, 80 yaşım var. 85 ildir kuş saxlayıram. Ay maşallah. Vallahi ben de soruşa bilərsiniz ki, nətər? Məndən qabaq qardaşım kuş saxlayıb. Mən gözümü açmışam, öyle kuşxanada böyümüşəm. Ona görə də 80-dan 85 il məndən qabaqda kuşlar olub həyatımızda. Nə də bizdə kuş tərginməyib, elə həmişə olub. Pazvallarımız görsün, onlar hamısı kuşxanı idi onlar. Açıb baxa da bilərsiniz, kletkalar orada. Maşallah. Yaxşı kuşlarımız olub. Mənim özümün bir dənə dostum olub. Kətdən, Qubalı kəndindən. Dənizdə işləyirdi. O mənə üçün kuş gətirib. Yox. Gəzə var. Cavanlıqla ələ gedərdi. Nəsir vardı. Dənizdə işləyirdi uzun müddət. Orada dənizə hardan kuş gəlsəydi, Qazaxıstandan, Bakıdan dəxli yox idi. 30 kuşbaz olsaydı, o onun əlindən alıb, tutub, alıb, pulla, elə belə götürüb mənə üçün gələrdi. O mənə üçün bir dənə kuş gətirmişdi. Bir dənə yox, 11 dənə başlı bir dəfə kuş gətirmişdi. Onun içindən bir dənə mor çıxmışdı, mor. Elə kuş bu zonaya gəlməyib, Quran haqqı. Haçan atsaydım, atmıyordum onu. Burası bırakırdı o həyata, yanından keçdin hazır idi, qalxırdı. Gecəyə can uçurdu, dəfələrlə gecəyə qalırdı, gəlirdi. Gecəyə qalırdı, gəlirdi. Sağ olsun, Bəxtiyar əmələ gələndən sonra onu məhv elədi. Dedim ona ki, qardaş, uçurdum adam bunu, saat 10'dan sonra uçurdum. Gəldim görüm, hanım moranı dedi göydə. Dedim, ay gəlməyəcək. Nə də gəlmədi, sağlığı var, qaldı gecəyə gəlmədi. Kuş nə qədər gələr. Ona görə də yaxşı kuş, vallahi başucalıqdır. Kuş batsın, ondan uvaynası yoxdur. Mən elə bir şey tanımıyorum ki, kuş bağa ondan şirin olar.
her şeydən bezirsən, quşdan bezməyirsən. Dəqiq, dəqiq. Ona görə ki, quş dəyişilir. Görsən, buludda gedir, qırğı vurur. Ya da kiməsə verirsən, dəyişildiyinə görə bezməyirsən də, quş şirin şeydir. Ona görə də əsas mehribansılıqdır. Quşun o işi yaxşıdır ki, elə bir adamla, quşla ünsiyyətli olursan, quşbazlıqla dost olursan ki, o milyona da gəlsəsin. Vallahi. Mənim Bakının kətlərindən, Bakının özündə, Bazqablı rayonlarında, kətlərində elə dostlarım var quşa görə, vallahi. Heç inanmazsan ki, belə bir insan adama rast gələr. Ona görə də çalışın mehribansılığı yaradır quş barədə. Quş az da uçar, çox da uçar, amma çalışın yaxşı quş olsun. Pis quşu saxlamayın, pis quşu törətməyin. Çoxalır, görsən, gəlib bir uzda səyə dəqiq, körləyir quşları o. Quşbazın quşu 5 saatdan aşağı uçmamalıdır. 5 saat uçursa normaldır. Oynağa quşu sala bilmirik. Mən sözü bilmirəm, biz salamırıq. 5 dəfə, 3 dəfə qırğı vurur, götürür, aparır. Qabaq quşlar vardı məndə. Atırdım, ağ quşu atırdım, sarıbılaq gəlirdi göydə. Quran haqqı. 7 saatdan sonra gəlirdi, sarıbılaq. Aya bu nədir? Alqana xarman, qənəti, dögürləri, qıpqırmızı qan. İndi yoxdur eləncə quşlar. Quşun özə bir tayı hökmən oynayan olmalıdır. Ya maya, ya erkək. Hökmən. İki quşun, ikisi də cütlərin 10 saat uçsun, oynamasın, onu saxlamayacaqsan. 11 tayı gərək hökmən oynayan olur. Özü əl-əlsiz quşun bala verir, balanı maya verir. Maya gərək güclü olar. Maya güclü olsa quşun yaxşı olur. Elə o sualı vermək istəydim, siz məni qabaqladınız. Mən elə bilirəm. Valla mayadan saqqal olaraq da sizdən eşitmək istəydim ki, bu cüt vuranda hansı güclü olmalıdır? Mən misal üçün bilirdim. Maya, onu da maya 100% güclü olmalıdır. Bu bir mən demirəm ki, mən quşbazlar əlbəttə bunu hər kəs özə oynayan olmalıdır. Maya bir tayı, dəxli yoxdur. Maya tayı, erkək tayı oynayan olmalıdır. Quş yaxşı oynamasa, quş dartılıb göyə gedə bilmir. Quş gərək dırnağına baxa-baxa göyə gedə. Oynaya qalxa göyə. Söz yox, çox da oynayan quş göydə qala bilməz. Doyuncan oynayan quş. Elə quş var, oynayır, gəlir aşağı. Amma quş da var ki, oynadıqcan dartılır yuxarı. Quş odur. Ona görə də yaxşı quş saxlayın. Arzulayıram ki, hələ gələn uşaqlar, savan kadrlar yaxşı quş saxlasın, yaxşı olsunlar. Mehriban olun, bir-birinizə ötürün, qoy hamı da olsun. Xəstəlikdir, dəydi, səndə məhv oldu, gəl məndən bir sapar. Nə olacaq burada? Nə paxıllıqdır. Yox, məndə var, qoy heç kəs olmasın. O quşbazlıqda gör. Valla, o düz işdə gör. Nə olacaq? Qoy olsun hamıda. Allah sizə rayonumuzun adıdır. Azərbaycanın adıdır. Dəxli yoxdur, səndə, məndə, onda bu yaxşı olsun. Var ol Əmizəm, Allah sizə ömür versin, can sağlığı versin, gözəl belə çıxış elədiniz. Çox sağ ol, sağ ol. Can sağlığı versin. Allah əziz eləsin. Allah evə, eşüyə, mala, mülkə bərəkət versin. Bir Ramiz Xəqani qardaşımızla bir öz ürək sözlərini desin, biz də eşidək, bir hər ağızda bir dua var. Bu iştirakçılara, bu xeyir dua ilə bağlı Ramiz Xəqani qardaşından bir xeyir duasını eşitmək istəyirik. Allah bir kişiye birinci can sağlığı versin. Çok sağ ol Xəqani. Böyle çempiyon olasan, çempiyonumuz elə sen olasan. Sağ ol. Böyle uğurlar diliyorum. Allah köməyin olsun. Nəcəf əmi, bir ürək sözün, bir böyük olaraq. Sen gözlə şadlığa gələr. Çox sağ ol Qəmər. Allah sizə uzun ömür can sağlığı. Çox sağ ol. Gələn əvuz var olsun. Söz, həmişə də adınız eşitmişik ki, yaxşı quşbaz kimi az qabırlar. Çox sağ ol. O gün olsun elə çempiyon siz olasın. Çox sağ ol. Qabağınızda da sizi təbrik ediyoruz ki. Sağ ol, əziz olasan. Sağ olun, sağ olun. Sakalımız olsun. Sağ olun. Mən nə danışım? Zülfəminin oğlu, Nə danışacağım da danışdı da. Bəxtiyar qardaşından necə deyirlər? Allah hamının işinə avan diləsin. Allah hamının malına, mülkünə bərəkət versin. Allah razı olsun. Da Ağsaqqal danışdı da mən nə danışım. Əlbəttə, Ağsaqqal yəni. Ona görə də hamıya uğurlar, hamıya yaxşı uçuşlar, belə sönsün hamı. Hamının sönməyi bizi üçün də fərəhdir.
ki, bildik ki, filan kəsə yaxşı quşlar var. O, Allah həkimə can sağlığı versin. Amin. Onun bu işdə əziyyəti böyükdür. Çox böyükdür. Yəni, Allah o can sağlığı, uzun ömür versin. Amin. Allah bağlarını saxlasın. Başqa nə deyim Yaxşı ki? saatlar görək. İnşallah, inşallah. Çempion bir nəfər olacaq. Amma yaxşı saatlar, görək. yaxşı saatlar, hə, bəli. Yaxşı saatlar görmək, yaxşı uçuş görmək, yaxşı kuş görmək Ləzzət eləsin. gözəldir. Əlbəttə. O Gözəl bir şeydir. Mən həmişə söynə-söynə baxıram elə kuşa. Kimdə olmağı nasıl olmuyor? Kuşbaz, heç vaxt, heç vaxt. Əgər kuşbaz, Uçursa təxribi isə. bəli, 100%, Bölgəsi olsun, şəhər olsun. 100%, 100%. Onun göyərçini uçursa bizim təxribimiz. Arada görsən uşaqda elə göyərçin var ki, belə oturub belə həsədlə baxırsan ki, abi, yaxşı göyərçin var. Nə əla şeydir var. Uçmayanda da yəni lağ eləmək lazım. Yox, yox, Heyvandır. yox. Heç kim Uçmaya heyvanla Can, Bəli. söz demək olmaz. Aksaqqal bir yana vurğuladı ki, yəni xainlik, paxıllıq, kuşbazlıq Yox. düzgün deyil. Vallahi billahi. canlıdır, o da canlıdır. Hə. Onun da canı ağrıya bilər. Bilməzsə Dili yox, atarsın, ağzı yox. bəli. Ki yəni nə bilirsən onu harasa. İnsan diyor ki, deyə buram ağrır, oram ağrır. Gedər yarışdan qabaq uçar. Yarış günü uçmaz. Orada lağ Elədir. eləmək, nə oldu? İndi var da indi bu arada söz gəzənliyi var. Heyvandır da. Bu əsas oldu yarışa addım atılıb, Ən qoşulubsa, demək Bəli. bu insan qapısında heyvanı var ki, bu yarışa addım atıb qoşulur. ən Bəli. hünərli insan odur ki, cəmaət üçün tutsun, göstərsin. Əlbəttə. O deməklə o arada qış gəlir, hamı başlayır ki, 10 saat belə gəldi, 11 saat belə getdi, nəmci. İndi onu Yaxşı quş 5 saatın keçər. Çox. Ondan sonra nə uçsa onun başını ucalır. Nə uçsa, bizim zonada 5 saatı keçən quş gözəl bir quşdur. Gözəl bir heyvandır. Ondan da ki, olmağı məsləhətdir hamı üçün. Tək bizi üçün yox, hamı üçün məsləhət. Bəli. Bizdə çətindir. Çox çətindir, bilirəm. Bakıda görsən ki, bir kuşu 3 sezon, 4 sezon, 5 sezon uçurdurlar. Deyir, mən 3 sezon uçurmasam bala almaram. Bizdə heç bir sezonu uçurdamırsan. Yox. Bir sezona heyvan Bir kuşu 10 dəfə uçurdamazsan dalbadal. deyil. 5-ci uçuşunda o gibi qırıq aparır. Tək işte o çətin məsələdir. Özdə bu yarışda quş hazırlamaq, yarış üçün quş hazırlamaq çətin məsələ. Hasan şeydir. Çox çətindir. Başqa nə deyim ki? Allah köməyiniz olsun. Ramazan versin. Ramiz Hadi. Qazi qardaşımız, qardaşımıza öz ürək sözləri desin. Bir ömür ötsə eləmir kuşbazlığa. Zülfü baba Allah sənə ömür versin. Allah sənə can Sağ ol sağlığı qardaş, versin. sağ ol. Hoş geldiniz. Siz göyərçin haqqında elə danışdınız ki, elə yarışda quşlar uçmasa belə elə çempion kimisiniz. Allah Vallahi köməyiniz olsun. Allah'a and olsun. Allah sizə can sağlığı Sağ ol, versin birinci amin, növbədə. sağ ol. Heyvandır da, canı ağrıyır, Bəli. nədənsə çəkinir, elə vaxt birdən olur ki, axırsan axıqaz edir. Siz demiş, heyvanı heç kim davar etduranməz ki, Yo, bu yo. yol atacaq, filan saatı deyanacaq. Yəni siz bəlkə görər, sizin vaxtlarda o vaxtı deyir, elə heyvanlar olub ki, amma bezatqasız uçurlar da. Elə. Hər gün, bezatqasız hər gün uçurlar. Birinci növbədə Allah sizə can sağlığı versin. Amin. Qapınıza şadlığa gəlir, Sağ ol. gözəl işlərə gəlir. Əziz olasınız. Hasan gəlsiniz, əzizimizsiniz. Var olasın. Çox Allah sağ ol, rahmet sağ ol. Çok güzel oldu. İyi bak. Çox sağ ol. Allah Salih doktorun da canı sağ eləsin. Amin, amin. Necə də bir rəhbər olaraq da Allah ömrünə bərəkət versin ki, bu cür necə də yarışları təşkil edir. Bizlər də hakim olaraq onun yanında yox. Hər zaman da yanında olacaq inşallah. Sarı qardaşımızı. Yəni gözəl şeydir. Valla yəni Elədir. hamımızda heyvan var, göyərçin var. Bu bir maraqdır da. Yəni Elə. necə deyirlər, uçurduruq, özümüzü xoşluq edirik, gəlib balet edirik, çəkiliş edirik. Bilirik misal üçün ki, hə, Zülfü əmi də maşallah olsun. Yarışdı, uçdu, 5-də, 3-də heyvanı. Ehtiyacım olar, gəlib deyirəm, mən bir dənə misal üçün, yəni heyvan verdi, əxirdə necə. Yəni, bu saxlayıbsa, bu həvəs maraqdır da, valla. Mən şəxsən rahatçılığımı mən göyərçinlərdə necə əsəbi olub, vaxtım olur. Bir də qardaşım, kuşun dostu aşinası tərifləyər. Bəli. Öz kuşun tərifləyirsə, o yaxşı kuşbaz deyil. O dost aşinası tərifləyir ki, filan kəssə kuşlar var. Filan kəsin kuşları uçdu, getdi, qoşdu, baletlədi, ləzzətlədi. Bəli. Ona görə də nə bileyim. Sözü də verək. Rəhbər
Salih qardaşa, onu da bir güzel sözləri. Mən sözlərim çoxdur. Zülfü əmiyyədən çox, ən çox hər birinizə təşəkkür edirəm. Hər birinizə Allah razı olsun. Biz uşaqlığımızı böyüyün, balacalığımızdan böyüyə-böyüyə, dayın elə adını eşidə-eşidə, bu həyətdə böyüyə-böyüyə, güvərçinə baxa-baxa, bu meydanları görə-görə gəlib çıxmışıq bu yerlərə. Allah bizim ağsaqqallara uzun ömür, can sağlığı versin, hər biriniz onların içərisində. Çünki biz böyüklərimizdən tərbiyəni, mərifəti, qanacağı ala-ala, biz də hardasa, hansısa qapıda öz tərbiyəmizi, mərifətimizi, qanacağımızı göstərib, böyüklərimizin bizə verdikləri ilə birkə. Zülfü dayı, bu çəkiliş, necə deyim sizə, yadigar qalan bir şeydir. Ömür qısadır. İstər həkim üçün, istər Fərhad üçün, istər burada olan insanlar üçün. Sadəcə yaşayan bu çəkiliş olacaq. İllər sonra bizim yeni gələn gənclərimiz, uşaqlarımız, sizlərin nəvələri, başqalarının nəticələri, hər kəs baxacaq bu çəkilişlərə. Bu yadigar qalacaq kanallarda hamı izləyəcək. Onun üçün də bütün ağsaqqallarımıza hər birinə təşəkkür edirəm. Bundan sonra çalışacağım ki, Tapdıq dayını çəkək, bundan sonra Vahid əmini çəkək, bundan sonra atanı məsələn Şirvanda nə qədər ağsaqqallarımız var, bu ağsaqqalımızı da bir gün qapısının Nəcəf əmigildə olaq, onunla da bir çəkiliş eləyək. Yəni Salyan, Sabirabad, Aran bölgəsində kimlər varsa, yəni biz istəyirik ki, bunların hamısını çəkək, meydanlı, yaddaşlarda qalsın. Çünki bu güvərçin demək olar ki, itib batmışdır. Güvərçinlə bağlı maraqlanan yoxdur. İndi hər kəs güvərçin saxlayır, Zülfü dayı. Prokuror da saxlayır, müstəntiq də saxlayır, varlı da saxlayır, kasıb da saxlayır. Hər kəs də bunu izləyirlər. Bu meydandakı güvərçin yarışında biz yaratmışıq ki, hər kəs öz güvərçinlərini göstərsinlər bizə. Ən, belə desək, gözəl nümayiş elətdirsinlər. İnşallah ki, yaxşı nəticələrimiz olar. Sizin bizim bu klubu yaratmağımızda, belə bir iş görməyimizdə, bizim artıq 4-cü ilimizdir, 5-ci ilimizə gedir ki, bu şeyi yaratmışıq. Birinci Hacı Qabuldan başlamışıq, 4-5 insanlar arasında. Sonra 4 il, 3 il, 5 il böyümüşük. Böyüdükcən də sağ olsunlar bizə böyüklərimiz, ağsaqqallarımız, hamısı dəstək olurlar, hamısı bizə. Hər biri. Hər birinə təşəkkür edirəm. Yəni bu yarışın yaratmağımızla bağlı, belə desəm, bu yarışla bağlı, bu meydanla bağlı, yəni hər kəsin cəm olmağı ilə bağlı ürək sözləriniz, bizim bu klubu yaratmağımıza, bu yarış iştirakçılarına ürək sözləriniz, bu yarışda olan uşaqlara bir ağsaqqal kimi, bir böyük kimi nə məsləhət görərsiniz? Sizə baxıb fəxr eləyirəm. Bax, həqiqi mənada. Vallahi, bunu siz ki, təşkil eləmişsiniz, ortalığa salmışsınız. Bu şəxsən mən üçün fəxrdir bu. Azqabul rayonu üçün fəxrdir. Dostanı üçün, bunları ki, yığmışsan sən bir üsulun başına. Nə pisdir, əladır. Gözümüz üstə yerimiz var həmişə. Evim də yüz açıqdır. Kuşxanalarım da yüz açıqdır. Allah köməyiniz olsun. Mən həmişə deyirəm, bu güvərçin bir vasitədir. Bu güvərçinlə bağlı mən nə qədər dostlar qazanmışam. Düzdür, yaxın dostlar qazanmışam, pis insanlar da görmüşəm, xain insanlar da görmüşəm. Bu güvərçindən ötürü xainlik eləyənlər də görmüşəm. Amma olmaz. İnsan gərək bir güvərçinə görə heç nəyini fəda verməz. Ən əsası dostluğunu fəda verməz. Münasibət pozulmuyor. Dostluğunu fəda verməz. Bəzi insanlar var ki, Bakıda, Şəkidə, Hacı Qabulda, Azərbaycanda da var hər yerdə. Bir güvərçindən ötürü nə desən edir. Valla baxıram, utanıram. Mən bu güvərçin vasitəsilə dostluqlar qazanmaq istəyirəm. Ağsaqqallar qazanmaq istəyirəm, dostlar qazanmaq istəyirəm, insanlar qazanmaq istəyirəm. İnsan olaraq insan, keyfiyyətli insanlar. Zaten keyfiyyətsiz insanlar daha burada da keyfiyyətsiz olacaq, hər yerdə keyfiyyətsizliğini bildirəcək. Tamamilə doğru. Sizin bizim yanımızda nə işin? Əlbəttə. Allah yaxşılar qılsın. Bizim kluba nə ürək sözlərimiz var. Ürək sözüm oldu ki, hamımızı arzu eləyərdim. Mənim Bakıda olan Eldəniz qardaşım kimi dostlarınız olsun. Allah Eldəniz kişiyə də can sağlığı versin. Allah bütün ağsaqqallarımızı qorusun. Allah hər birinizdən razı olsun. Allah bizim bu iştirakçılara can sağlığı versin. Əsas böyüklərə baxa biz onlardan götürək, görək. Bizim gələcək gənclərimizə də nəsihət olsun. Bu yadigar qalan bir şeydir. Təşəkkür edirəm hər birinizə. Allah süfrünüzü bol eləsin. Yaxşı ki varsınız. Yaxşı ki böyüklük edirsiniz. Bizə dəstək olursunuz. Allah sizləri var eləsin. Çox sağ olun. Çox sağ olun, var olun.